Xəbərmi YouTube kanalının daimi izləyiciləri, hər birinizi salamlayıram. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Müğənni Şəbnəm Tovuzlu maraqlı açıqlamalar verib. Referans xəbər verir ki, sənətçi meyxanaçı Akşin Fatehlə qonaq olduğu efirlərin birində toya gedən həmkarlarına dəstək çıxıb. Əvvəldən toylara sənətkarlar, aşıqlar, söz ustaları gediblər. Bugün biz məclislərə çağırılırıqsa, bu sevilməyimiz və işimizə olan yanaşmaya görədir. Sənətkarlarımızı el şənliklərində görürəm. İndi də Nasbəri xanım hər zaman toya tələbatlıdır, çünki işini görür. Eləcə də Aygün Kazımova, Röya Ayxan həmişə öz üzərlərində çalışırlar. Onlar dayanmırlar. Mən də dayanmayacağam. Nə qədər canımda can var, sevilirəm, tamaşaçıların üçün oxuyacağam. Toylar olmasa, müğənnilərimizin 99%-i batar, müflis olar.